Adının efirdə çəkilməsini istəməyən zərər çəkənin 26 yaşı var. Deyir ki, heç vaxt belə oyunlara aldanmazdı. Ta ki illərdən bəri inanıb izlədiyi, 1 milyondan artıq izləyicisi olan YouTuber bu oyunu reklam edib, ondan gəlir əldə etdiyini açıqlayana qədər. Bir sayt paylaşdı, hansı ki investisiya layihəsi adı altında. Mən də həmin bu sayta giriş elədim. Bu sayt elə bil ki, burada binalar var, 5 dollardan 2000 dollara qədər binalar var, öz şəhərinizi qurursunuz. Hər binalar da həm gündəlik, həm də aylıq qazanc gətirir. Mən də buna aldanıb həmin sayta giriş elədim, hardasa 3 ay bundan qabaq. Az miqdarda pulla başladım, ondan sonra gördüm ki, yəni həqiqətən də pul çıxartmaq olur. Sonra belə artırdım, hardasa 8000 pul yatırdım ora, daha da artırdım binaları. Ondan sonra da sayt bağlandı. Bilə-bilə yalan ürün, yalan məhsul, yalan xidmət reklam eləmək. Bu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə səbəb ola bilər. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Xəzər xəbərə bildirildi ki, vətəndaşlara sosial şəbəkələrdə müxtəlif şirinlikləşdirici Pul Qazan adlı oyunların oynanılması təklif edilir. Amma zərər çəkənlər bilmirlər ki, bu onlar üçün növbəti tələnin başlanğıcı olur. Ona görə də vətəndaşlara belə vədlərə inanmamaları və diqqətli olmaları tövsiyə edilir.